Yeni bir peygamber deyir ki, ay millət, tövbə eləyin və özünüz tabi olun. O üstünüzə hücum gələndə, parçaq gələn, tabi olun deyir. Allah belə istəyir. Çünki siz günah içində yaşayırsınız. Xalq istəmədi onu qəbul olmayı. Və maraqlısı oldu deyir, onların yanında bir dənə başqa yalancı bir peygamber çıxdı. Xanani. O istədi ki, narahat olmayın, heç ürəyin üstündə gülməyin deyir. O parçalı pləkləri burada olur deyibsə, 2 ildən sonra hamısı gətirəcək. Təsəvvürdə yalancı peyğəmbərə bir izzət gəlir ki, biz nəyə görə? Çünki yalan danışdı. İnsanlar isə yalanı sevirlər. Onlara sərf edir yalan. Çünki o yalancı peyğəmbərin sözü bunların ürəyinə görə edir. Çünki yalancı peyğəmbər onların günahları haqqında danışmırdı. Onların ayıbları haqqında danışmırdı ki, sən belə qələtlər eləmirsən və ona görə cəzanı olacaq. Onlara demirdi. Ancaq dedi ki, narahat olmayın, biraz da döz, yaxşı olacaq. Və onlara o yaxşılıq, xoş gəldi. Və maraqlısı biz neydi? Yeni bir peyğəmbər qulaq asır onun sözünə, deyir, amin. Qoy belə də olar, deyir. Deyir, ancaq sizə deyirəm, mən çox istəyirəm deyir, eləncə olsun. Ancaq Allah mənə deyir ki, belə olmayacaq. Təsəvvür edin, bu sözə görə yeri yan döyülmür, öldürmək istəyirlər. Atırlar quyunun içinə, palçının içində. Atırlar palçının içinə, bir neçə müddətdən sonra padşahın yazı gəldi ki, o peyğəmbəri çıxartır. Təsəvvür, palçının içərisində peyğəmbəri çıxartırlar. Padşah gedir bir qapıdan, içəri qapıdan, heç kim olmayan yerdən peyğəmbərə deyir. Deyir, həqiqəti deyirəm, nə olacaq, bizim başımıza nə gələcək? Yeni otur, baxır padşaha, quyularla palçını təmizlənmir, hələm qurumuyur. Deyəcəm sənə nə olacaq? Nə olacaqsan? Ancaq bir nə şərtim var səndən. Deyir, nə şərtim? Mənə söz verginən ki, mənim o quyuya rahat olamayacaqsan. Təsəvvürün bu adam nə qədər zülüm çəkir və bilir oraya yenə atacaqlar onu, yenə əziyyət verəcək. Deyir, inan, pis günə qalacaqsınız. Əgər tövbə eləməsəz, halımız pis olacaq. Tövbə edeyim. Yəni, mən o quyuya atmaqla, döyməklə, öldürməklə heç nə dəyişməyəcək sizdə. Mən kiməm ki, mən nəsə dəyişim? Allah deyib, mən də sizə çatdırmışam.